Salam, mən Səlimova Aytən, Eferent Terapiya şöbəsinin həkimi. Bu gün sizə çox maraqlı və aktual bir mövzu barəsində danışmaq istərdim. Allergiyalar və allergiyalı zamanı plazmaferezin tətbiqindən. Biz bilirik ki, hal-hazırda yaz ayları təbiətin oyandığı çox gözəl bir dönəmdir. İnsanların istirahətə can atdığı bir dönəmdə bəziləri üçün bu hətta problemlərin artması kimi bir dönəm kimi qeydə alınır. Çünki elə insanlar var ki, məhz yaz-yay ayları bu mövsümdə onlarda allergik proseslərin oyanması baş qaldırır və bu onların həyat keyfiyyətini, həyat komfortunu, iş qabiliyyətinin zəifləməsinə səbəb olur. Bəzən bir sadə asqırma ilə, gözdə sulanma ilə, dəridə xırda bir qaşıntı ilə, yorğunluqla, yuxuculluqla başlayan belə bir proses get-gedə artaraq ağır allergik statuslara kimi yüksələ bilir. Və bütün bunların qarşısını almaq üçün hal-hazırda müxtəlif müalicə metodları, müalicə vasitələri vardır və biz hal-hazırda onları araşdıracağıq. Son illərdə statistika göstərir ki, nəinki bizim ölkəmizdə, o cümlədən bütün dünya masştabında allergik xəstəliklərin artması müşahidə olunur. Bu qloballaşma, urbanizasiya, qidaların müxtəlif tərkibdə olması ilə əlaqədar, müxtəlif səbəblərlə əlaqədar, stress faktorlarının artması ilə əlaqədar olaraq allergik xəstəliklərin də artması müşahidə olunur. Problemi təkcə fərdi yanaşmaq olmaz, yəni ki, hansısa bir insanın xəstəliyi kimi yanaşmaq deyil. Çünki həmin insan bu xəstəliklə əziyyət çəkdikdə onun iş prosesindən uzaqlaşması, həyat fəaliyyətindən, sosiumundan uzaqlaşması və artıq bu ictimai səhiyyənin bir problemi səviyyəsində qiymətləndirilə bilər. Odur ki, biz bu günləri ümumiyyətlə allergiyalar haqqında qısa bir məlumat verib və məhz instrumental müayinə, eferent terapiyanın bir növü olan plazmaferezin allergiyaların müalicəsində nə kimi rolu olub-olmadığı barədə qısa bir məlumat vermək istərdim. Allergiya əslində nədir? Allergiya əslində immun sistemi adi halda allergen olmayan hansısa bir maddəyə qarşı, hansısa bir hissəciyə qarşı aktiv reaksiyasıdır. Yəni bu allergen rolunda nələr iştirak edə bilər əsasən? Yəni biz mövsümlə əlaqədar olaraq bu çıxışımızı hazırladığımız üçün ona görə məlumat xarakteri onu verməliyik ki, yaz aylarında əsasən bitkilərin çiçəklənməsi dövründə daha çox rast gəlinir bitki tozları, məişət tozu, hətta günəş şüalarına qarşı allergik reaksiyalar ola bilər. Bundan əlavə olaraq allergik reaksiyalar həmçinin qida mənşəli ola bilər. Yaz-yay aylarında meyvələrin, tərəvəzin daha çox istifadə olunduğu bir dönəmdə bəzi meyvələrdən ola bilər. O cümlədən bəzi dərman vasitələri, kimyəvi vasitələr və hətta elə ola bilər ki, adi halda bizim üçün allergen görünməyə bilən bir maddə hansısa bir orqanizmdə allergiyanın yaranma səbəbini tətikləyə bilər. Və ən çox allergik mənşəli bitki tozlarını qeyd elədik və bunlardan hansılardır? Bunlardan fındıq, toz ağacı, ağcaqayın ola bilər. Hal-hazırda burada iydə ağacının çiçəklənmə dövrüdür. Bax, iydə ağacına qarşı allergik reaksiyalar ola bilər. Allergik reaksiyalar həmçinin olur heyvanların tüklərinə qarşı, heyvanların ekskrementlərinə qarşı. Müxtəlif səbəblərdən yəni qeyd edirik ki, allergik reaksiyalar yarana bilər. Yaxşı, bəs bu allergik səbəb ortaya çıxdıqdan sonra onun qarşısını necə almaq olar? Bunun qarşısını almağın yolları müxtəlifdir. Birinci növbədə ilk addım məhz fərdi qaydada, şəxsin özü tərəfindən. Əgər o müəyyən edibsə ki, onda bu allergiya evdə heyvan saxlayırsa, həmin heyvana qarşıdır və yaxud hansısa heyvanla bir kontakt olub, hansısa bir qida ilə olubsa, ilk növbədə həmin allergendən, yəni törədicidən uzaqlaşmaq lazımdır. Sonrakı mərhələdə təbii ki, artıq burada həkimlərin səyi nəticəsində müasir yanaşmalarla, müasir medikamentoz müalicə ilə bu prosesləri aradan qaldırmaq olar. Bu söhbət hal-hazırda gedir kəskin allergik reaksiyalardan. Yəni insan ilk dəfədir hansısa bir qidaya mı, hansısa bir maddəyə mi qarşı allergik reaksiyası olur. Bunu tez bir şəkildə idarə eləmək olur. Təbii ki, vaxtında, anında həkimə müraciət olunarsa və peşəkar yanaşılarsa, müxtəlif müayinələr aparılarsa və həmin allergen aşkar olunarsa, təbii ki, müalicənin effekti, keyfiyyəti yüksək dərəcədə icra olunmuş olacaq. Bəli, burada qeyd etdiyim kimi medikamentoz müalicə aparılır, immunoloji müalicələr aparıla bilər və alternativ müalicə metodu kimi burada qeyd etdiyimiz kimi eferent terapiyanın bir növü olan plazmaferezdən də istifadə etmək olar. Plazmaferez ümumiyyətlə ən çox protokollarda, yəni ki, qaydalarında biz
görürük ki, autoimmun proseslərdə, immunoloji xəstəliklərdə, nevroloji praktikada daha çox istifadə olunur. Eyni baxımdan allergik xəstəliklərin müalicəsində də çox yaxşı öz effektini verməkdədir. Yəni bu o demək deyil ki, bütün allergik proseslərdə, bütün allergik reaksiyalarda birbaşa plazmaferezlə müalicə etmək lazımdır. Mən bunu xüsusilə qeyd etmək istəyirəm nəyə görə? Çünki bizə xəstələr birbaşa allergoloq, immunoloqa müraciət etmədən birbaşa məsələn yaxınlaşıb müraciət edirlər ki, həkim mən plazmaferez istəyirəm, qanın yuyulmasını istəyirəm. Yəni bu əslində düzgün yanaşma deyil. İlk növbədə prosesə etap-etap başlamaq lazımdır. Allergeni aşkar eləmək lazımdır, törədicini bilmək lazımdır, səbəb nədəndir, nə dərəcədədir və ondan sonra təbii ki, plazmaferezə ehtiyac olarsa, bu müalicə metodundan istifadə etmək olar. Plazmaferez nədir? Plazmaferez eferin terapiyanın bir növü olur. Geniş əhali kütləsi arasında daha çox qanın yuyulması, qanın təmizlənməsi adı ilə tanınır. Bunun sırf tibbi adı plazmaferezdir. Yəni bu prosedur zamanı nə baş verir? Qan komponentlərə ayrılır, element hissələrinə, hüceyrəvi hissəsinə və plazmaya. Məhz bizim saydığımız allergenlər, allergiyanı törədən səbəblər, iltihab mediatorları, katexolaminlər, immunoglobulin Y, bütün bunlar məhz plazmada toplanmış olur. Bu metodun üstünlüyü, yəni mexaniki yolla allergenlərin orqanizmdən xaric edilməsinə əsaslanmışdır. Və tez bir zamanda bu allergen faktorlar aradan qaldırılır. Xəstələrdə remissiyalar olur, həyat keyfiyyətinin yaxşılaşması müşahidə olunur. Yenə də qeyd etmək istərdim ki, bunu sərbəst şəkildə deyil, əsas müalicə metodu ilə paralel şəkildə aparılmalıdır. Yəni yenə deyirəm, birbaşa xəstə müraciət etsə ki, mən allergiyam var, mən plazmaferez istəyirəm və plazmaferezdən sonra dərhal özümü yaxşı hiss eləyirəm. Biz bu zaman peşəkarcasına yanaşmış olmayacağıq. Əsas müalicə aparılmalıdır, aşkarlanmalıdır. Daha sonra bəli, alternativ müalicə metodu kimi əsas müalicə ilə paralel plazmaferez prosedurunun aparılması allergiyalı xəstələrdə, xroniki daha doğrusu allergiyalı xəstələrdə yaxşı effektlərin, uzun remissiyaların əldə edilməsinə səbəb olur. Ən çox hansı hallarda? Xroniki övrə xəstələrində, ağır bronkial asmalarda, polivalent allergiyalarda məhz plazmaferez çox gözəl effektini göstərir. Plazmaferezin üstünlükləri nədir? Sürətli keyfiyyət əldə etmək olur. Tez bir zamanda allergenlər aradan götürülür mexaniki yolla. Xəstənin normal həyat ritminə, iş fəaliyyətinə, əmək fəaliyyətinə qayıtması daha üstün şəkildə olur və ən əsası da xroniki proseslərdə, biz xroniki allergiyalarda biz uzun müddətli remissiyalar əldə etmiş oluruq. Bundan da əlavə bu xəstələr uzun müddət medikamentoz müalicəyə bağlı olduqları üçün çoxlu miqdarda dərman qəbul etməli olurlar və biz plazmaferezi icra etməklə məhz onların bu dərman asılılığından, uzun müddət dərmanların qəbulundan daha keyfiyyətli, daha tez bir zamanda müalicənin əldə edilməsinə nail olmuş oluruq.